Bugünkü dərsimiz insertdən link hissəsindən keçəcəm və yerdə qalan lent qruplarımı izah edəcəm. Link nədir? Hər hansı bir sənədə və yaxud da sözə link vermək üçün istifadə olunur. Ya internet ünvanına, ya harasa getmək üçün, ya başqa sənədə getmək üçün istifadə olunur. Burada bunu necə eləyəcəm? Geçəcəm Google-a. Google-dan məsəl üçün mən hazır qoymuşam da informatika.az. Bunu sadəcə götürməmişdən qabaq gəlin bunu bir də bağlayım, açım. Elə daha yaxşı olacaq. Yazıram informatika.az, açıldı. Girirəm bura. Bura girdikdə bu belə qısa olur. Bunun kursoru qoyuram burada boşluq ərazisində. 2 dəfə çıqqılladıram. Bu zaman bunun URL-si açılır. Yəni internet ünvanı www yeri açılır. Mən bunu kopyalayıram. Ctrl-C eləyirəm. Seçirəm, Ctrl-C eləyirəm. Gedirəm Word sənədimə. Word sənədimdə nə edirəm? Bu hissə adres bölməsində seçilmiş söz üzrə. Yəni söz seçim. Baxın, hər halda heç bir sözü seçməmişəm. Yox, seçmişəm. Burada sevgili sözü və yaxud da gəlin informatika yazaq. İnformatika yazdım. Bu sözü seçdim. Kopyalanmış söz kompüterin yaddaşında qalır, yəni itmir. Ondan narahat olmayın. Buradan bu hissədən adres bölməsinə keçirəm, Ctrl-V eləyirəm və oku vururam. Bu zaman informatika sözü rəngi dəyişdi, göy rəngi oldu. Deyir ki, burada Ctrl-Click to follow link, yəni follow aparacaq səni linkə. Yəni Ctrl-u basıb saxlayıram, kliki vururam və informatika saytı açıldı. Mən Google-dan açmışdım, bu Edikdən açdı. Digər yerdən açdı. Yəni bundan da bilmək olar ki, keçid oldu. Daha sonra bunun içərisində nə var? Baxın, hər hansı bir sənədə keçid var. Məsələn, bu sözü seçirəm. Seçdim. Deyirəm ki, o sözün üzərinə gələndə, məsələn, mənim bu dərs sənədimə keçid olunsun. Oku vuracam. Bu hissədə göyərdir. Bunun üzərində Ctrl-Click eləyəndə, yəni bu formada mənim sənədim açılmış olacaq. Yəni burada da artıq mənim sənədimə apardım. PDF faylımı da apardım. Buranı söndürürəm. Daha sonra burada nə var? Buradan digər sənədlərə keçməyə bildik. Başqa dokument içərisində olanda, yəni bu sənəddə əsasən bu başlıqlara giriş edir. Yəni başlığı yazıram. Yəni bu nədir? Mənim sənədimdir bütöv. Və burada mövzular var. Mövzunun başlığını yazıram. Məni o başlığa aparır. Hal-hazırda böyük bir mövzu olmadığına görə bu sənəd içərisində, bu dokument içərisində hər hansı bir dərs apar. Və yaxud da bu böyük kitabda onun adını yazıram. Yəni bu hissədən buna vuranda digər dərsə, digər hissəsinə, bölməsinə keçid elə deməkdir. Nəysə, ən əsası da yeni məsəl üçün nəsə yaratmaq, sənəd yaratmaq üçün istifadə olunur. Burada Word sənədi yazacağım. Elə adını qoyuram yeni. Buradan görə yeni yazmışam. Yox, yazmamışam. Gəlin buradan hər hansı bir yeni sözü yazım. Yazdım və yenə girirəm link bölməsindən. Create new document'a vururam. Məsələn, buradan da adını yeni verirəm. Yeni verdim, yeni 6 verirəm, çünki 5'i vermişdim. Oku vururam. Bu da göyərdi və avtomatik açıldı. Avtomatik açıldı. Baxın, bu sənəddə heç nə yoxdur. Buradan da baxası olsa, baxın, yeni 6 sənədim. Yine 5'i bayaq yaratmışdım. Bunu da söndürüm. Aha. Bu şəkildə bu açılmış oldu. Və bookmark. Bookmark nədir? Bu hissəni kopyalayayım mən artırım. Ctrl-C və Ctrl-V ilə artırmış olurum. Bu formada artırdım. Məsələn, mən aşağılarda oxumuşam, gəlib bu hissədə qalmışam. Və yaxud da bu hissədən qalmışam. Bookmark'a vururam. Deyirəm ki, burada. Yəni, burada qalmışam.
Rəqəm qoyanda bəzən işləmir. Ona görə rəqəm qoymayın. Elə qısa sözlərlə qoyun ki, mən bu hissədə qalmışam. Əlifəcin də deyilir buna. Ədi vururam, əlavə olundu və keçirəm yuxarı hissələrə ki, sənədi yenidən bağlayıb da aça bilərdim, amma vaxt getməsin deyə eləmirəm. Girirəm bookmark'a. Burada sözü seç. Bir dənə olduğuna görə avtomatik bu göyərir, yəni seçilir. Qoltuğunu vuracağım. Baxın, gəldi. İşarələdiyim yerə mənə aparır. Oxuyub burada qalmışamsa artıq yaddan çıxartmamaq üçün həmin yeri bundan istifadə edə bilirəm. Delete bunu silməkdir. Delete vursam silinəcək. Cross referensi ilə reference tabında izah edəcəm. Burada izah eləmirəm. Çünki başqa bir tabı izah edib sonra bunu izah etməliyəm. Burada comment var. Sadə bir şəkildə hər hansı bir də kursorun dayandığı yerə atır. Mən burada saxlamışdım, ona görə bura atdı. Nəsə yaza bilərəm. Əgərəm şagird mən belə istifadə edirəm, düz yazıbsa plus qoyuram və yaxud da ki, əla qoyuram. Yaxşı yazmısan, əla qoyuram. Yəni, nə lazımdırsa, yəni kommentdə nə yazılır, siz başqa cür istifadə edə bilərsiniz. Mən dərs yoxlanışında istifadə edirəm. Bu formada komment eləmək olur və review'dan bunu silmək olur. Vurdum, silindi. Review tabından girib delete əmrindən silmək. Çünki eyni əmr burada new comment əmri burada da var. Daha sonra gəldi header footerlara. Header footerlar nədir? Məsələn, kalan tituldur. Vurdum. Bu tutalım informatikaya aid sənəddir. Mən buraya yazıram informatika. Və bağlasam, informatika sözü bütün vərəqlərin baş hissəsində təkrarlanmış olacaq. Həmçinin burada var footer. Footerda eyni aşağı hissədən eyni sözü yazsam, bütün vərəqlərdə bu təkrarlanmış olacaq. Burada remove var, silməkdir, editdəki düzənləməkdir. Burada daha sonra page number var. Page numberdən nömrəni, vərəqi nömrələyə bilərəm, səhifə nömrələri. Top yuxarıdan qoyur nömrələri. Bottom aşağıdan qoyur. Daha sonra bu da kənarlardan və yaxud da ki, qıraq hissədən, bu hissədən də qoya bilərəm. Amma əsasən yuxarı və aşağıdan istifadə edirik. Ən yaxşısı elə aşağıdan, məsəl üçün, birdən başladı. Close vursam, bağlasam, birdən başlayacaq nömrələməyə. Burada əsas məsələ bilməli bir şey var. Məsələn, əgərləri mən nömrələməyi istəyirəm ki, özüm qoyum və kitabın hər hansı bir səhifəsindən 35-ci səhifədən başlamışamsa, istəyirəm buradan da 35-ci səhifədən olsun. From'u vururam. Yəni, açılır bu pəncərə. Buradan start at-a gətirirəm. Və deyirəm ki, başlasın 35-ci vərəqdə. Oku vuracam. Baxın, indi aşağıya gəldikdə birinci səhifə başladı 35-də. Yəni, page number-dən format page number. Yəni, buradan dəyişə bilirəm və yaxud da ki, hər hansı bir rum rəqəmi ilə başlamağını da istəyə bilərəm. ABC ilə də nömrə istəyirəm başlansın və yaxud da özüm təyin edə bilərəm ki, hər hansı bir səhifə nömrəsi nədən başlasın, özüm təyin edə bilərəm. Təyin edirəm, oku vururam və bu şəkildə olur. Bu bölməni də izah elədim. Qaldı tekst bölməsini, onu da digər videoda izah edəcəm.